BRCA gen mutasiyası ilə əlaqəli süd vəzi xərçəngləri. BRCA ilə əlaqəli süd vəzi xərçəngləri radioloji və bioloji xüsusiyyətlərinə görə fərqli davranış nümayiş etdirir və bu fərqlər onların mammoqrafiyada görünmə ehtimalına birbaşa təsir göstərir. BRCA tip 1 mutasiyası ilə əlaqəli şişlər adətən yüksək dərəcəli, aqressiv gedişli və triple negativ fenotipdə olurlar. Yəni bunlarda estrogen, progesteron reseptorları negativ olur və hər iki reseptorlar da eyni zamanda negativ olur. BRCA tip 1 mutasiyası ilə əlaqəli şişlərdə tez-tez mikrokalsifikasiyalar müşahidə olunmur və klassik spekulyasiya əlamətləri zəif ifadə edilir. BRCA tip 1 mutasiyası ilə əlaqəli şişlər daha çox oval və ya yuvarlaq formalı, nisbətən hamar konturlu kütlə kimi görünə bilər və bu səbəbdən bəzi hallarda xoş xassəli törəmələri təqlid edə bilir. Xüsusilə gənc pasientlərdə süd vəzi parenximasının sıx olması fonunda BRCA tip 1 mutasiyası ilə əlaqəli şişlər mammoqrafiyada white on white effekti səbəbilə asanlıqla gizlənə bilər və nəticədə mammoqrafiya mənfi olduğu halda MRT-də aşkar edilə bilər. BRCA tip 1 mutasiyası ilə əlaqəli şişlər MRT-də daha çox periferik kontrastlanma və mərkəzi nekroz sahələri ilə xarakterizə olunur. İndi isə gəlin BRCA tip 2 ilə əlaqəli süd vəzi xərçənglərindən danışaq. Bunlar adətən hormon reseptor pozitiv olurlar. Yəni xüsusilə bunlarda estrogen reseptorları pozitiv olan şişlərdir. BRCA tip 2 ilə əlaqəli şişlər mammoqrafiyada daha klassik görünüşə malikdirlər. Onlar qeyri-düzgün formalı, spekulyasiya edən kütlə və ya mikrokalsifikasiyalarla müşayiət oluna bilirlər. Buna görə də BRCA tip 2 ilə əlaqəli törəmələr BRCA tip 1 ilə müqayisədə mammoqrafiyada daha tez-tez aşkar edilir. Bununla belə, bu qrupda da gənc yaş və yüksək vəz sıxlığı səbəbi ilə bəzi hallarda lezyonlar gizli qala bilər. Ümumilikdə götürdüyümüzdə, BRCA mutasiyası olan pasientlərdə süd vəzi xərçənginin mammoqrafiyada gizli qalmasının əsas səbəbləri gənc yaşla əlaqəli yüksək parenxima sıxlığı, bəzi şişlərin mikrokalsifikasiyalarsız olması və xüsusilə BRCA tip 1 şişlərinin xoş xassəliyə bənzər morfologiya göstərməsidir. Bu səbəbdən bu pasient qrupunda MRT yüksək həssaslığa malik əsas görüntüləmə usulu hesab olunur və skrining proqramlarında mütləq şəkildə mammoqrafiya ilə birlikdə istifadə edilməlidir. Süd vəzi xərçənginin rast gəlmə tezliyinə baxdıqda aydın görürük ki, bu xəstəliklərin böyük əksəriyyəti BRCA mutasiyası ilə əlaqəli deyil. Klinik praktikada qarşılaşılan halların təxminən 90-95%-i sporadik xarakter daşıyır. Yəni, genetik olaraq BRCA 1 və ya BRCA 2 mutasiyası ilə bağlı olmur. Bu qrupa ən çox invaziv duktal karsinoma, daha sonra invaziv lobulyar karsinoma və digər xüsusi histoloji tiplər daxildir. Bu şişlərin yaranmasında əsas rol oynayan faktorlar yaş, hormonal təsirlər, həyat tərzi və müxtəlif qeyri-BRCA genetik dəyişikliklərdir. BRCA ilə əlaqəli süd vəzi xərçəngləri isə daha az rast gəlinir və ümumi halların təxminən 5-10%-ni təşkil edir. Lakin bu az saylı qrup kimi klinik baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki bu şişlər adətən daha erkən yaşda meydana çıxır, daha aqressiv gedişə malik olur və skrining yanaşmasını dəyişdirir. Bu pasientlərdə mammoqrafiya tək başına kifayət etmir və MRT skriningin əsas komponentinə çevrilir. Beləliklə, tezlik baxımından ən çox rast gəlinən süd vəzi xərçəngləri BRCA ilə əlaqəsi olmayan sporadik şişlərdir. Bununla yanaşı, BRCA ilə əlaqəli şişlər daha nadir olsa da, yüksək risk və fərqli diaqnostik yanaşma tələb etdiyinə görə praktikada xüsusi diqqət tələb edir.